Martın 18-də və 19-da Azərbaycan Ümumdünya Antidopinq Agentliyinin Avropa üzrə regional simpoziyumuna ev sahibliyi edəcək. Bakıda təşkil olunacaq tədbir, beynəlxalq qurumun illik ənənəvi simpoziyumunu əvəzləyəcək və 4 qitədə keçiriləcək regional tədbirlərin bir hissəsi olacaq. Bakı simpoziyumu Avropa regionunun antidopinq qurumlarını, hökumət nümayəndələrini, beynəlxalq idman təşkilatlarını, idmançıları və onların təmsilçilərini bir araya gətirəcək. Tədbirin əsas məqsədi 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartların tətbiqi ilə bağlı regional çağırışları müzakirə etməkdir. Bakı Konqres Mərkəzində Azərbaycan Milli Antidopinq Agentliyinin Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi tədbirə hazırlıqlar davam edir. Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təminə Dağızadə realı açıqlamasında bildirdi ki, bu dəyişikliklər sadəcə texniki yeniliklər deyil, söhbət qlobal səviyyədə uyğunluq sisteminin gücləndirilməsindən, araşdırma mexanizmlərinin təkmilləşdirilməsindən və maarifləndirmə strategiyalarının genişləndirilməsindən gedir. Bakı görüşü bir növ körpü rolunu oynayır. Mövcud sistemdən yenilənmiş sistemə keçidin koordinasiyalı və hazırlıqlı şəkildə həyata keçirilməsi üçün Avropa ölkələri burada ortaq yanaşmalar formalaşdıracaq. Tədbirdə 500-ə yaxın iştirakçı yer alacaq. Dövlət strukturları, milli antidopinq təşkilatları, beynəlxalq ekspertlər, akkreditə olunmuş, WADA tərəfindən akkreditə olunmuş laboratoriyalar və idman federasiyalarının rəhbər şəxsləri eyni platformada fikir mübadiləsi aparacaq. Bu isə qərarların yalnız sənəd səviyyəsində deyil, praktik icra baxımından da effektiv olmasına şərait yaradacaq. Prioritetlərdən biri də profilaktik yanaşmadır. Yəni, biz yalnız qayda pozuntusunu aşkar etməyə deyil, onun qarşısını almağa fokuslanırıq. Ümumdünya Antidopinq Agentliyinin bizə göstərdiyi etimadı yüksək qiymətləndiririk. Bu, Azərbaycanın idman idarəçiliyi və beynəlxalq əməkdaşlıq sahəsində qazandığı nüfusun göstəricisidir. Bakı dünya idman paytaxtı olaraq yalnız yarışlara deyil, eyni zamanda idmanda dürüstlük və ədalət prinsiplarının möhkəmləndirilməsinə də töhfə verir. Tədbirdə Ümumdünya Antidopinq Məcəlləsi və standartlara edilən dəyişikliklər barədə yeniliklər, milli antidopinq təşkilatlarının üzərinə düşən öhdəliklər və maraqlı tərəflərin birgə əməkdaşlığı diqqət mərkəzində olacaq. Simpoziyum region ölkələri üçün bilik və təcrübə paylaşımı baxımından mühüm platform olacaq. Ümumdünya Antidopinq Məcəlləsinin tətbiqinə dəstək proqramı çərçivəsində keçiriləcək tədbir Avropa regionunda antidopinq fəaliyyətinin gələcək inkişafına əhəmiyyətli töhfə verəcək. Nazilə Əhmədova, Azər Qarayev, Real.